Şəklin abzas daxilində istinad kimi göstəricisi şəklin abzas daxilində istinad göstəricisi kimi düzgün ifadə olunur. HTML kodunu müəyyən edin. Baxaq A variantına. A variantda abzas daxilində deyil ümumiyyətlə istinad. İki abzasın arasındadır. Biz bir ki abzas daxilində olması üçün baxın bu iki tegin arasında olmalıdır. Arasında. Burada isə nədir? İki dənə abzasın arasında veribdir. Yaxşı, deməli bu yanlışdır. Növbəti olaraq baxaq, abzas daxilində bəli istinad verilib, amma deyir ki, bizdə şəkil istinad göstəricisi kimi olsun. Baxaq, istinad göstəricisi kimi verilibmi? A ref bizdə istinadı göstərir. İstinad göstəricisi kimi şəkil varsa da, amma A tegi bağlanmayıb. Yəni sonda baxın bu formada A tegi bağlanmalı idi P tegindən əvvəl, amma o olmadığına görə deməli bu da yanlışdır. Növbətiyə baxaq, yenə eyni birinci dediyimiz xəta var. İki abzasın arasında göstərilib. Deməli yanlışdır. D variantına baxaq. D variantında iki abzas teglərinin arasındadır. Yəni abzas daxilindədir. Bu doğrudur. İstinadımız var. A tegi ilə də bağlanıb. Göstərici kimi də bir şəkil göstərilib. Bu variant doğrudur. Deməli D variantı bizdə doğru cavabdır. D variantı doğru cavabdır. Y'yə baxaq. Y'nin problemi nədir? Yenə abzas tegləri arasında verilib. Elə bunun tək qüsuru odur. İki abzasın arasında verilib. Bir abzas daxilində yox, iki abzas arasında verildiyinə görə Y variantı səhvdir. Deməli bizim doğru cavabımız D variantı oldu.